Salam uşaqlar. Salam. Bugünkü dərsimiz adi dərs olsa da bir qədər qeyri-adidir. Çünki bizim Şəmkir rayonundan qonaqlarımız gəlir, başqa qonşu məktəblərdən də qonaqlarımız gəlir. Məktəbimizin adından, şagirdlərimizin adından, öz adından hamımızı salamlayırıq. Xoş gəldiniz. Uşaqlar, mahnını dinlərdiniz. Həmin mahnıda bütün insanlar üçün ən müqəddəs nəyin adı çəkildi? Nəyin adı çəkildi? Millətin? Mahnıda torpağın adı çəkildi. Torpağın adı çəkildi. Torpağın adı çəkildi. Uşaqlar, bugünkü dərsimizdə motivasiyamızı qurulur. Belə bir sualla sizə müraciət edin. Birinci suala cavab veririz. İkinci sualımız. Torpaqdan bəhs olunan hansı şehri geçmişik? Rəsulzanın Mən Torpağım şehrini əzbər öyrənmişik. Bugün isə Rəsulzanın Mən Torpağım şehrinin təhlilini etməyə çalışmışıq. Mən Torpağım şehrində şair torpaqdan, bulaqdan, ümumiyyətlə, təbiət hadisələrindən hansı məqsədlə danışır? Bugünkü tədqiqat sualımız bu olacaq və biz bütün dərs boyu bu sualı cavablandırmağa çalışacağıq. Onun üçün birinci işçi vərəqlərini mən sizə paylayıram, düşünürsünüz və hər işçi vərəqində 3 sual verilir. Bu 3 sualı siz cavablandırmağa çalışırsınız. Buyurun, Ünər qrupu, bu sizin işçi vərəqiniz. Şəfər qrupu, buyurun. Zəfər qrupu, bu sizin işçi vərəqiniz. Düşünün. Ateş, buyurun. Kim hazırdır? İşçi vərəqlərində sualların cavabını cavablandırmağa kim hazırdır? Hamı hazırdır. Kimdən başlayaq? Kimlər cavablandırmışdır? Siz? Buyurun. Mən işıram qaranlığın qəlbi, mən insanam, daşıyıram qəlbimdə dünyaların sevincini qəlbini, misraları ilə şair etmək istəyir. Mən burada şair demək istəyir ki, mənim olduğum yerdə hər yer işıqlıq olmalıdır. İnsanların yanında azad yaşamağını istəyirəm. Mən insanım, daşıyıram qəlbimdə dünyanın sevincini qəlbi. Burada şair demək istəyir ki, dünyada yaşayan hər bir kəs dünyanın üzərinə böyük bir vəzifə düşür. Dünyanın sevincini, qəlbini öz ürəyində daşıyır. Yəni bu insanın qəlbi o qədər genişdir ki, o dünyanı sülh şəraitində görmək istəyir, insanların sevincinə sevinir, kədərinə qəmlənir. Yəni bu insan o çoxlu ürəyi ərkindən artıq genişdir. Bəlkə uşaqlar əlavəniz var bu sualın cavabına? Yoxdur, davam edək. Əyləş cavablandırır. Şeirdə hansı təkrirlərdən istifadə edilmişdir? Ümumiyyətlə, təkrir təkrar deməkdir. Təkrar, amma deməli, ədəbiyyatda biz ona təkrir deyirik. Biz ona təkrir deyirik. İki hissədən ibarətdir. Anafora və epifora. Anafora şeirin başlanğıcı, məsələn, mən torpağam, mən insanam kimi sözlər, təkrar olan sözlər. Lakin epifora isə şeirin sonunda istifadə olunan, məsələn, təkrar olan sözləri deyil. İndi bu şeirdə bax o təkrirlər hansılardır? Bu şeirdə təkrirlər, anafora hansıdır, epiforalar hansıdır? Anafora, məsələn, mən insanam, mən ürəyəm kimi anaforalar, dilim var. Mən baharam, mən qranitəm. Yəni orada təkrar olan hansı sözdür o? Mən sözüdür. Bəs epifora? Var sözü ilə, var söz təkrar olunur, epifora, yəni sonunda gəlir. Məsələn, dilim var, dilim var, elim var. Burada var sözü. Hayır. Üçüncü sualımız nədir? Şair əsərdə nəyi ilə fəxr edir? Mən şair ilk növbədə əsərdə öz vətəni ilə və sonra o hər bir sözü səlis deməyi bacaran ana dili ilə fəxr edir. Deyir, mənim ülkəmdən ana dilim var. Daha kim əlavəsi var? Buyurun.
Və bundan əlavə mən bu dövrdə bəzi insanlara qarşı, qəddar davranan insanlara qarşı hər kəs öz fikrini düzgün deyə bilmir. Amma şair burada demək istəyir ki, mənim həmin insanlara, həmin şəxslərə qarşı qüdrətli, ləyaqətli bir dilim var. Yəni, düşmənə nifrətini ifadə edən dilim var, o məhəbbətimi göstərəcək bir dilim var, mənim müstəqil dövlətimin müstəqil dili var. Yəni, o qəhrəman, əsərin qəhrəmanı fəxr edir bu ilə. Aydındır və şair bunu bizə çatdırmaq istədir. Yaxşı, Şəbək qrupunu dinlədik. Şəbək qrupunun cavablarına əlavəniz varmı? Yoxdur. Gecə indi, buyurun, siz cavab verin. Torpaq, insanla torpağın əlaqəsini göstərir. İnsan təbii ki, torpaqla bağlıdır. Torpağın üzərində yaşayır, torpaqda əkib becərir. Sonra kim əlavə edir? Buyur, millət. Və bundan da əlavə şair torpaqla, insanın arasında torpaqla bağlı göstərir və bildirmək istər ki, bizim yaşadığımız yer də, bizim vətənimiz də torpağın üzərindədir. Biz hamımız torpağa bağlıyıq. İnsan özü də torpaqdan yaranır və öz neymətlərini də torpaqdan bezəlir. Rəmzi mənadır, bəli, torpaqdan yaranır. Tamam, əyləş. İkinci sualımız, buyur. Şair şeirdə mənə ateş yandırmaz ifadəsi ilə nə demək istəyir? Burada şair demək istəyir ki, yəni mənə ateş yandırmaz, bizim keçmişdə dilimizin ateşpərəstlik olduğunu deyil. Yəni burada şöyle bak, tərkibdə kömür var, kömür küldə bizim qiymətli metallar maddələrimizdən. Göstərir ki, bizim kökümüz bəli. Buyur, Rəmzi, əlavə eləmək istəyirsən? Buradan da Azərbaycan odlar yürüdür, yəni ki, ateş Bəli, Azərbaycan od nəfəsidir, odlar yürüdür. Ateş bizə, od alır bizə heç bir ziyan verə bilməz, çünki bizim kökümüz ateşdir. Əlavən var mı? Buyur. Üçüncü sual. Başqa əlavəsi olan var mı bu sualın? Qəhrəmanın özünü bahara bənzətməsi nə ilə bağlıdır? Vətənin güllü çiçəkli olması ilə bağlıdır. Çiçəkli Olması ilə. daha kim deyər? Burada mən vətənimizin yəni gündən-günə inkişaf edib, çiçəklənməsi, günlənməsi mən demək istəyirəm. Bahar kimi çiçəklənməsini vətənimizin onu göstərir. Buyurun, növbəti qrup kim cavab verəcək? Ateş qrupu. Mən insanam, ülfətsiz bölərəm misraları və şair nə demək istəyir? Şair burada demək istəyir ki, mən insanlarla dostluq qurmasam, əgər onlarla ünsiyyətdə olmasam, yaşaya bilmərəm. Təbii ki, insan ünsiyyət qurmasa, özü-özü ilə tək yaşasa, insan necə xoşbəxt ola bilər? Mütləq ünsiyyət qurmalıdır ki, məsələn, dostluq əlaqəsi, dövlətlər dövlətlərlə dostluq əlaqəsi qurmalıdır, insanlar insanlarla. Təbii ki, bax, şair də həmin məsələyə toxunur və deyir ki, mən insanam, ülfətsiz ölərəm. Əlavəsi olan, buyur. Yəni insanlar əgər bir-birinə ünsiyyətdə olmasa, istəməyiyyətdən təbriz olar. Yəni bir-birlərindən ünsiyyətdə olmasalar, həmişə tək yaşayarlar və onların səhhətində bir sıra problemlər yaşarlar. Yəni təklik onları sıxar, bəli, özlərini qapanarlar. Bu da bir xəstəlik yarada bilər insanlarda. Biz ki, Rəsuluzar fəlsəfi fikirlər irəli sürür həmişə əsərlərində. Əyləş. Başqa əlavəsi olan yoxdur ki? Buyur, Əmzə. Mən burada insan ali varlıqdır. İnsan özü, təkcə insanlar bir-biri ilə danışıb ünsiyyət qururlar. Heyvanlar bir-biri ilə ünsiyyət çox az hallarda olur. İnsan, heyvan ünsiyyət qurmasa da yaşaya bilər. Lakin insan başqa insanlarla əlaqədə olmasa. Təbii ki, insanı heyvandan fərqləndirən nədir? Onun şuurudur. İnsan düşünür. İnsan deyib danışmasa məndən yaşaya Mümkün deyil, əlbəttə ki. Sonra bizim ikinci sualımız. Əsərdə təbiətlə bağlı hansı fikirlər söylənir? Burada əsərdə mən baharam, mənim çəmən çiçəklərim var, gül çiçəkliyəm, sonra mən bulağam, mən buludam kimi ifadələr söyləmişdir. Burada təbiətin bizə bəxş etdiyi gözəl neymətlər sadalanmışdır. Buyurun, siz
Qutardınız sualı? Ha, üçüncü sualınız, üzr istəyirəm. Buyurun. Şair insanın ləyaqətlə yaşaması üçün nələrin olmasını zəruri sayır. Şair bildirmək istəyir ki, əgər həyatda mənasız həyat sürürsənsə, yaşamağın da bir mənası yoxdur və buna görə də hər bir insan ləyaqətli və mənalı həyat sürür. Daha kimin əlavəsi var? İnsan ləyaqətlə yaşaması üçün nə vacibdir? Nə vacibdir? Şəlalə? Ümumiyyətlə, şair deyir ki, insan ləyaqətlə yaşaması üçün vətənin azad olması, öz doğma ana dilinin olması vacibdir. Yəni, bunları zəruri sayır. Həm də bunlarla yanaşı, onlar öz azadlıqlarını ifadə etməli, heç kimin asılı olmamalı və buna görə də hər yerdə öz fikirlərini sərbəst ifadə etməli və heç kimlə də çəkinməməli. Evet. Sizin suallarınız qutardı. Buyurun. Neler bu? Mən ürəyəm, böyünməsəm ölərəm fikri ilə şairlə demək istəyir. Məncə burada şair təbiəti çox sevindiyini, təbiətə laqeyd qalmadığını və təbiətdə baş verən pis hadisələr zamanı ürəyin pis olması. Məncə burada bir misra da göstərə bilərik. Mən buludam, səhraları susub görüm ağlara. Yəni o, bu səhraları susub görən zaman ürək pis olur, həyəcanlanır, ürəyində bir kədər hiss olur və təbiəti qoruyacağına dair söz verir. Yəni, təbii ki, insan ürəyi laqeyd qala bilməz ətraf mühitə qarşı. Əgər haradasa bir müharibə baş verirsə, insanın ürəyi sıxılır. Haradasa kiməsə xəsarət dəyilirsə, insanın ürəyi sıxılır. Yəni, insan, ürək hər şeyi öz süzgəcindən keçirilir. Hər şey ona təsir edir. Sevinc də, kədər də hər şey ürəkdən keçir. Ona görə də deyir ki, mən ürəyəm, döyünməsəm, ölərəm. Yəni, mən düşünməsəm, fikirləşməsəm, ürəyim yanmasa heç kəsə, onda heç mən yaşamaram. Mən ölərəm. Yaşamağın mənası. Bəli. Bu ikinci sualınız. Şeirdə sadə insanlar hansı kişilər bildirir? Şair burada bildirmək istəyir ki, insanın gözəl işlərindən biri də sadəlikdir. İnsan, hər hansı bir sadə insan öz əli ilə böyük nemətlər yaratmağa qadirdir. Bu nemətlərə də qiymət vermək və onlara fəxr etmək lazımdır. Bunlara fəxr etmək mümkün deyildir və bunlara ona görə qiymət vermək lazımdır ki, insanlar bu nemətləri yaradana nə qədər böyük nemətlər, böyük əziyyətlər seçirlər. Sonunuz nədir? Sadə insanlar haqqında hansı fikir? Sadə insanlardan yazırsa, şair deməli, sadəliyə də üstünlük verir. Razısınız mı bu fikirlə? Yəni, sadəliyə üstünlük verir. Ona görə də sadə insanlardan yazır. Onların haqqında çox gözəl fikir söylüyor. Şair insanı nəyə bənzədir? Üçüncü sualınız. Şair insanı torpağa, buluda, küləyə, ürəyə bənzədir və burada göstərmək istəyir ki, yəni torpağa bənzədir ki, torpağın nemətlərini sevir. Buluda bənzədir ki, torpağın bahar ətirli olduğunu göstərir və qraniti bənzədir ki, istəyir ki, insan qranit kimi möhkəm olsun. Bax, qranitə buluda niyə bənzədir? Çünki istəyir ki, insan qranit kimi möhkəm olsun. Möhkəmdir, yəni qranit möhkəmdir, onu sındırmaq olmaz. Yəni insan döyüşə gedəndə əgər möhkəm olmasa, onu qorxaq olsa onu sındırar da düşməz sındırar. Yəni görürsünüz, müqayisə edir, göstərir, qranitə bənzədir. İnsan hər zaman möhkəm olmalıdır. İnsanın qarşısında hər şey asan da həyata keçmir ki. Müxtəlif çətinliklər üzə çıxır. Əgər insan möhkəm olmasa, o çətinlikləri dəf edə bilərmi? İradəsi olmasa, o çətinliyi dəf edə bilməz. Məsəl üçün, siz hansısa dərsdən zəifləyirsinizsə, əgər iradəniz yoxdursa, elə zəif olaraq qalacaqsınız. Yəni, o möhkəmlik lazımdır. Güc lazımdır, qranit kimi ki, sən o çətinlikləri dəf edəsən. Sualınız bənzədir. Sonra nəyə bənzədir? Bulağa bənzədir. Niyə bulağa bənzədir? Buyur. Burada şair insanı bulağa bənzədir. Yəni demək istəyir ki, bulağımız kimi saflıq, təmizliyi. Ancaq burada bir söz deyir ki, biz heç vaxt tapşırıqla axmarıq. Yəni biz safıq, mehribanlıq, hər şey burada bulağın, bax, şəffaf suyu burada da görünür. Lakin kiminsə tapşırığıyla, əmrindən heç vaxt hərəkət eləməliyik. Sonra da sizə vərəqlər verirəm. Hər bir komandaya. Burada iki komandaya vətən sözünü yazmışam. Klaster üsulundan istifadə edərək öz fikirlərinizi orada ifadə edirsiniz. İki komanda isə torpaq sözü yazılır.
fikirlərinizi ifadə edin. Şöyle birinci mərhələmizdə birinci sualımız belədir. Mən Torpağam şeirində şair lirik mənim daxili mənəvi zənginliyini, möhkəmliyini hansı tərzdə nümayiş etdirir bizə? Hansı tərzdə nümayiş etdirir? Aytaç? Monoloq şəklində, bəli. O monoloq neymiş uşaqlar? Yalnız bir insan danışır. Bir insanın öz daxilində, öz-özü ilə danışmağı. Bu şeirdə hansı şəkildə yazılır? Monoloq şəklində yazılır. İkinci sualımız. Şeirdə hansı ifadələrdə metaforik obrazlar yaradılmış və bu nəyə xidmət edir? Nəyə xidmət edir? Solmaz buyur. Burada mən torpağam, mən buludam, metaforik obrazlardır. Məsələn, mən işığam, mən ateşəm. Bu metaforik obrazlardır. Hansı məqsədlə bunlar? Mən şeirin emosional təsirini artırmaq Daha üçündür, gücləndirmək üçün, bəli, insanın böyüklüyünü göstərmək üçün bu cür obrazlarda, metaforik obrazlarda istifadə edilir. Üçüncü sualımız, əsərdə insanın torpağa bağlılığı necə əks etdirilir? Torpağa bağlılıq necə əks olunur? Hümmət? Şair yazmışdır ki, insan torpağına mənə ateş yandırlar. Yəni, bu da insanın torpağa bağlı olduğunu və insanın da hər bir çətin vəziyyətdən çıxa bilməsini göstərir. Həm də torpaq da ateş yandıra bilməz. Həm də mən torpağam, neymətimi varını, zəhmət sevən insanlarla bilərəm. Yəni, insanlar bu nədirsə əldə etmək istərsə torpaqdan zəhmət çəkməlidir və həm də torpaqdan istifadə etməlidir. Torpaq bərəkətlidir və kim çox əziyyət çəkərsə, artıq da buna bərəkətini düşünür. Dördüncü sualımız. Şeirdə insanın böyüklüyü, əzəməti, qüruru necə ifadə edilir? Şeirdə insanın böyüklüyü, əzəməti, qüruru necə təsvir olunur? Murad? Bu şeirdə, məsələn, şair məcazlardan istifadə edilmişdir. Bir insanı qranitə, möhkəm bir metala bənzədir. Möhkəm bir əşya qranitə bənzədir. Əsasən, bu da bir insanın möhkəmliyindən xəbər verir. Döyüşdə qalib gəldiklərimizdən xəbər verir. Şair bu əsərində həyat haqqında, fəlsəfi mülahisələrində hansı vəzifəni əsas sayır? Bax, fəlsəfi fikirləri var ya orada şairin. Hansı vəzifəni insan üçün əsas sayır? Kim deyər? Ümumiyyətli görür. İnsanın yenilməz olduğunu və hər bir şey görən zaman möhkəm iradəyə sahib olmalıdır və heç kimə boyun əyməməlidir, heç kimə asılı olmadığını. Əsas vəzifə nədir? Əsas vəzifə burada var. Şairin torpağı öz vətənini qorumaq, insanların öz torpağını, öz vətənini qorumasıdır. Başqa nədir? İnsan öz əməli ilə ucalmalıdır. Sonra? Mən torpağın necə böyük şeylərə qadir olduğunu, torpağın bizə necə neymətlər verdiyi. Əsas vəzifə nə sayır? Bax, bu saydıqlarınız hamısı. Bax, deyirsiniz, insan bunu eləməlidir, bunu kim üçün eləməlidir? İnsan üçün əsas vəzifə, insan üçün yaşayıb yaratmaqdır. Bəs insana yüksək qiyməti niyə verir? Çünki insan böyükdür, qüdrətlidir. Bütün bu neymətlər, hamısı görülən işlər, hamısı insan üçündür. Görürsünüz, vətənimiz günü-gündən çiçəklənir. Hər şey, bunları nə üçün eləyir dövlətimiz? İnsanlar üçündür. Əsas vəzifə, insana xidmət eləməkdir. Növbəti sualımız, qranit və bulağın hansı xüsusiyyətləri şairə insana aid bu müqayisəni aparmağa imkan verir? Biz bayaq toxunduq buna. Buyur. Burada bulaq safdır, durudur, təmizdir ilk növbədə. Qranit isə məğlub edilməzdir və sınmazdır. Əsasdakı odur, insan möhkəmliyidir. Rəngi sınmazdır. O xüsusiyyətlərə görə insanı qranitə və bulağa bənzədir. Əlavə eləyər, buyur. İnsan o zaman insan olar ki, onun öz vətəni, öz eli, öz ana dili olsun. Təbii ki, müstəqil
eli, müstəqil vətən, müstəqil dövləti olsun, dövlətçiliyi olsun. Dövlət olmasa orada inkişaf da gedə bilməz. Dövləti olsun, öz ana dili olsun ki, öz dili ilə o inkişaf eləsin. Və şair də burada bu haqda necə yazır? Fəxr edirmi? Öz dili ilə, vətəni ilə, eli ilə, obası ilə fəxr edir, qürur duyur. Bəli. Uşaqlar, bu şeir hansı vəzmdə yazılır? Hansı vəzmdə yazılır? Murad? Rəsul Rüzənin bu şeiri sərbəst vəzmdə yazılır. Sərbəst vəzmdə yazılır. Bu bizim üçün ilkdir, yəni biz öyrəşməmişik sərbəst vəznə. Amma keçmişik heca vəzmində, əruz vəzmində şeirlər. Fərqi nədədir? Bax, sərbəst vəzmlə heca və əruz vəznin fərqi nədədir? Nədə görürük biz? Olmazdır. Heca vəznində əsasən misralar nəzərdə tutulur, misralar sayıb. Misralar Hecaların sayı, əruz vəznində hər bir misrada hecaların sayının bərabər olması. Heca vəznində əsas şərt budur. Bəs əruz vəznində buyur. Əruz vəznində isə hecaların uzunluğu Uzun və qısalığı əsas götürülür. Amma sərbəst vəzində biz buna əməl edəcəyik. Sərbəst vəzində sözlər səfələnmişdir. Amma bu o deməkdir ki, burada qafiyə yoxdur. Amma sadəcə sətirlərə sərbəst faydalanır. Biz bunu şeiri deyəndə hiss edirikmi? Xeyr, sərbəst vəzində şeir deyiləndə hiss olur. Amma yazıda biz onları görürük. Buyur. Heca və əruz vəznində qafiyələr ya qalmada olmalıdır və sərbəst şəkildə, amma sərbəst vəzində həm qalmada da ola bilər, Bəli, misralarda hecaların sayı qeyri-bərabərdir. Əyləş. Uşaqlar, biz indi aydınlaşdırmağa çalışdıq bu şeirdə. Nədən söhbət getdi? Əsasən, təbii ki, müqəddəs torpaqdan, bu torpağın üzərində qurulan neymətlərdən, insanın böyüklüyündən söhbət getdi. Gəlin, bunu asal görək, Dədə Qorqud torpaq haqqında nə deyir? Vətən olması üçün onu qorumaq başlıca şərtdir. Bilirsiniz, tarix dərslərindən də bilirsiniz, ədəbiyyat dərslərindən də keçmişik. Azərbaycan zaman-zaman qanlı müharibələr meydanına çevrilir. Həmişə düşmənlər Azərbaycana yağlı kimi baxırlar və torpaqlarımızı ələ keçirmək istəyirlər. İndi də mənfur əsas düşmənimiz kimdir? Erməni. Bizim bəzi torpaqlarımızı işğal edir. O işğal altında olan torpaqlarımız hansıdır? Xatırlayaq. Bu bizim qan yaddaşımızdır, biz bunu unuda bilmərik. Buyur Murad. Xocalı, Xocavənd, Ağdam, Sən? Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan. Cəbrayıl, Füzuli, Qubadlı. Bəli. Çox təəssüf ki, bəli, torpaqlarımız işğal altındadır. Amma biz əminik, mən çox əminəm ki, sizin kimi gənclər yetişəcək, böyüyəcək və bizim dövlətimiz çox gözəl siyasəti ilə torpaqları geri qaytaracaq. Torpaqdan pay olmaz. Erməni nə olsun, torpağımızı işğal edib, ona vətən deyə bilirmi? Özgə torpaqdan vətən olar mı? Yox, vətənimizi özümüz qorumalıyıq. Nəticə çıxardıq uşaqlar. Bu danışdıqlarımızda, mən torpağım şeirində öyrəndiklərimizdə hansı nəticəyə gəlirik? Biz nə öyrəndik bu şeirdən? Bu şeir bizə nə verdi? Biz nə öyrəndik? Buyurun fikirlərinizi deyin, sonra yoxlayaq görək siz o deyilənlərə uyğun
fikir söyleyebilirsiniz. Buyurun ben. Yani insanın möhkəm, qırılmaz iradəyə malik olmalar, hər bir Üz istəyirəm. O kimlərin ki hazırdır, gəlin ora təqdimatınızı verin. Hə. və hər bir şeyi sona çatdırmaq üçün insanın səbrinin olmasıdır və hər bir işə çox belə yaxşı yanaşmalı, vaqeət olmamalı olduğunu göstərir. Buyur. Biz torpağı qorumalıyıq, onun nemətlərini hər zaman üstün tutmalıyıq və onları düşmənlərin əlinə keçməliyik. Buyur. Məmə torpaq bizə bu qədər nemətləri verir. Biz onun üstündə çoxlu əkin becərdik. Bundan başqa biz həmin torpaqları qorumalıyıq. Çünki torpaq bizim, torpaq müqəddəsdir. Torpağın üzərində vətənimiz yerləşir. Vətənimiz insanın ən müqəddəs şeyidir. Buyurun, fikirlərinizi söyləyin, milləti. Bu şeydən belə nəticə gəlir ki, hər bir insan öz torpağını qorumalıdır, öz dilinə, öz vətəninə, öz obasına sahib olmalıdır. Heç bir yadı öz torpağını işğal etməyə qoymamalıdır. Baxaq görək, sizin dediklərinizlə nəticəyə gəldik, doğru mu? Şeirdə şair təbiət hadisələrindən danışmaqla insanın böyüklüyünü, torpağa bağlılığını, torpağın nemətlərinə sevindiyini, bulaq suyu kimi saf, təmiz, qranit kimi möhkəm olduğunu, torpağın baha gətirili hər cür gül çiçəyə malik olmasını göstərdi bu şeirdə. Eyni zamanda şair bu əsərində həyat haqqında, fəlsəfi mülahisələrində insan namini işləməyi, zəhmət çəkməyi insanın əzəli vəzifəsi sayır. Eyni zamanda bu şeirdə biz öyrəndik ki, insanın ləyaqətlə yaşaması üçün onun azad, müstəqil vətəninin, bərəkətli torpağının, dövlət dilinin olması vacibdir. Ev tapşırığımız torpaq müqəddəsdir mövzusunda kiçik esse yazırsınız, kiçik inşa yazırsınız. İndi isə komandaları qiymətləndirirəm. Günər qrupu bugün çox zəif cavablar verirdi, 4 xal alır. Zəfər qrupu 5 xal, Şəfəq qrupu 5 xal, Atəş qrupu 5 xal. Ümumləşdirmələr aparmaqla münasibət bildirir. Bütün qruplar öz münasibətini yaxşı bildirə bildi. Bədii təsvir ifadə vasitələrini müəyyənləşdirir. Şəfəq qrupu hamıdan yaxşı cavab verdi. Digər qruplar isə 4 xal qazanır. Əməkdaşlıq edirdi hamı bir-biri ilə 5 xal qazanırsınız. Beləliklə 18 xal Hünər qrupu, 19 xal Zəfər qrupu, Şəfəq qrupu 20 xal, Atəş qrupu 19 xal. Deməli, qalib qrupumuz Şəfəq qrupu olur.